Ədəbi hadisələri xronoloji ardıcılıqla sıralayın. İlk komediyanın yazılması bu 1850-ci ilə təsadüf eləyir. Milli mətbuatın əsasının qoyulması 1875-ci ilə təsadüf eləyir. Satirik şeirin formalaşması 19-cu əsrin əvvəlləri təqribən 1815-20-ci illəri əhatə edir. Maarifçi bədii nəsrin əsasının qoyulması bu 1835-ci ilə təsadüf eləyir. Ana dilli bədii nəsrin əsasının qoyulması bu da Füzuli 16-cı əsrə təsadüf eləyir şikayətnamə əsərlə. Demək 5 birə gələcək. Digər isə 3 satirik şeirin formalaşması olacaq 1815-20-ci illər təqribən 5-3. 4-cü maarifçi bədii nəsrin əsasının qoyulması 3-ə gələcək. Milli mətbuat sonra 1, 2, 5, 3, 4, 1. İlk komediyanın yazılması 1-ə gələcək. 5, 3, 4, 1 və nəhayət milli mətbuatın əsasının qoyulması 1875. Bu da 2-də sona gələcək. Demək testin doğru cavabı B variantı.